Azərbaycan Amerikada baş verən insidentlərdən birində xanımın birinin ərini məhz iqtisadi zorakılıq törədiyinə görə polis yataqdan götürdü apardı. Məsəl üçün pijamasıdır. İmkan vermədilər ki, əynini də dəyişsin. Şapşapını da elə belə deyək də bizim dildə. O da həmin şəxsə baxmayaraq ki, 20 ildir ordadır, bunun iqtisadi zorakılıq olduğunu bilmirdi. Demək bunların arasında mübahisə düşübdü. Xanım deyəsən işləmirmiş, əri işləyirdi və onun telefonudur, maşınıdır, bütün hamısını həyat yoldaşı təmin edirmiş və xanımın bunlar mübahisə düşübdü. Amerikadan mən danışıram. Bu misal Amerikadandır. Mübahisə düşübdü və həyat yoldaşı zəng edib bunun telefonunu orada xətti biz yəni sim kart kimi deyil də xətti. Zəng edib bunun telefonunu bağlatdırıb. Xanım zəng edib polisə. Polis gəlib deyib nə məsələdir? İndi buna görə sırf buna görə zəng eləməyən, yəni xroniki baş verən zorakılıqda artıq bu son nöqtə olub da. Əlindən telefonu alıb, maşının açarı alıb, pul vermir, getməlidir nəsə almağa olmaz. Çünki mən qazanıram. Polis gəlib 2 nəfər gəlirlər adətən orada, 2 polis və soruşublar ki, nə baş verir və deyiblər ki, ilk soruşublar səni vurub, orada gələn 2 dəfə soruşurlar ki, səni vurub, hər hansı bir fiziki zorakılıq törədib. İlk sual bu olur. O xanım deyib yox, deyib nə məsələdir? Bəs deyib ki, telefonumu kəsibdir, maşını açarını alıbdır, mən də getməliyəm filan yerdən filan şey almalıyam, gözləyirlər məni, pul da vermir, qalmışam belə. Hardadır? Deyiblər, qalx yuxarı qalxıb və buna soruşublar ki, xanımın şikayətləri belə-belədir, düzdür. İndi bu da bilməyibdir ki, bu olmaz bunu demək, bu iqtisadi zorakılıq. Bu da həmin həyat yoldaşı deyib ki, hə, yaxşı eləmişəm, mən qazanıram. Bunu deyib, bu bəs olub, deyiblər, davay. Elə oradan götürüb aparıblar.